Pasientlərdən ən çox eşitdiyim suallardan da biri, doktor, mən niyə axı yalnız qarından kökəlirəm? Bunun nə mexanizmi var? Bu niyə belə olur? Və siz bir ev təsəvvür edin. Evin bir otağında həmişə artıq əşyalar yığılır və niyə məhz o otaq? Çünki o otaqda əlavə işlərimizi görmək daha rahatdır, daha asandır. Bədən də artıq enerjini niyə məhz qarında saxlayır? Çünki qarın bədənin ən rahat anbarıdır. İnsulin yağ anbarının açarıdır. İnsulin yalnız şəkəri hüceyrəyə ötürmür. Həmçinin anabolik hormondur, yağ yığılmasını aktivləşdirən hormon hesab olunur. Qanda şəkər dalğalanması olduqca insulin rəqəmi də artmağa başlayır və insulin artanda da bədən mesaj alır, enerjini saxla, çünki lazım ola bilər. Və bu saxlama ən çox da qarında olur. Və niyə məhz qarın? Çünki qarın bölgəsində hormon reseptorları daha çoxdur. Bura bədənin strateji anbarı hesab olunur. Yəni bədən deyir ki, ən lazım olan yeri müdafiə etmək lazımdır. Növbəti əsas faktor stressdir. Bu gözə görünməsə də vacib bir faktordur. Stres zamanı bildiyimiz kimi kortizol artır. Kortizol artanda bədəndə təhlükə rejiminə keçir və təhlükə rejimində də bədən yağı yandırmaz. Yağı saxlayar ehtiyat halında və bu yağ ən çox da qarında toplanır. Yəni problem kalori deyil. Bəzən pəhriz edirik, kalorini azaldırıq, idman edirik, amma qarın getmir ki, getmir. Çünki problem kaloridə deyil, bu hormonal siqnaldadır. Qarın piyi bərabərdir metabolik xəbərdarlıq. Hər zaman bunu deyirik. Əgər qarınınız varsa, bir endokrinoloq kontroluna keçməlisiniz. Çünki qarın təkcə estetik problem deyil. Bu insulin, kortizol, qan şəkər əlaqəsinin bir siqnalıdır. Digər əlamətləriniz nə ola bilər? Şirniyyat istəyi, yeməkdən sonra yaranan yorğunluq, tez acmaq, qanda şəkər dalğalanmaları, daimi olaraq enerji düşməsi hissi və düşünürük ki, niyə kökəlirəm? Bəzən də orqanizm bizə deyir ki, yox, sən kökəlmirsən, sadəcə mən səni qoruyuram. Yəni qarın piylənməsini əmanət kimi yığır. Təhlükə keçənədək özündə saxlayır və orqanizmin nə zamansa ehtiyacı ola bilər düşünür. Və düşünün ki, qarında piy sizin üçün cəza deyil. O sadəcə orqanizmin dinləniyəsiniz deyə sizə verilən bir siqnaldır. O, sizin bədəninizin sizlə danışma metodudur. Bu zaman qanda insulinə baxırıq, şəkər dalğalanmasını nəzarət edirik, yuxu ritmimizi bərpa edirik və yalnız kalori ilə heç nə həll olmur. Əgər bütün bu tədbirləri elədiyinizə görə bir nəticə ala bilmirsinizsə, bu zaman endokrinoloq müayinəsində fayda vardır. Özünüzə yaxşı baxın və qarın piyi ilə mübarizə etmək üçün siz nə etmisiniz? Şərhlərdə yazmağı, həmçinin kanala abunə olmağı unutmayın. Sağ olun.